Hər zaman kreativ layihələri, seçicilərlə səmimiyyəti ilə fərqlənən Milli Məclisin deputatı Səbinə xanım Salmanovanın təşəbbüsü və Sumqayıt şəhəri İcra Hakimiyyətinin dəstəyi ilə Sumqayıtlı şəhid ailələri və qazilərin bir qrupunun Qarabağa ziyarəti təşkil olundu. Qeyd edək ki, Dünya Müstəqil Teleradio şirkətinin parıcısı Könül Həbib qızı və operator Elbrus İsmailov da bu yadda qalan anları lentə köçürmək üçün qrupun tərkibinə qatıldılar. Yol boyu əsrarəngiz təbiəti tamamlayan quruculuq işləri zövq oxşuyurdu. Erməni quldurlarının ərazi iddiaları və məkirli planları əsasında 1992-ci il mayın 18-də Laçın işğal olunmuşdu. İşğaldan azad olunduqdan dərhal sonra rayonda iri miqyaslı quruculuq proseslərinə start verildi. Yeni evlər, sosial məişət obyektləri istifadəyə verildi, infrastruktur layihələr gerçəkləşdi, hava limanı tikildi. Beləliklə arzular Çin oldu. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə 26 avqust Laçın şəhəri günü kimi qeyd olunur. Beləliklə, əziz dostlar, hörmətli televiziya tamaşaçıları, gəlin çatdıq Azərbaycanın dilbər güşəsi olan Laçına. Yaşasın Azərbaycan. Eşq olsun. Torpağına can demişəm, torpağına can demişəm, suyuna mərcan, mərcan demişəm, suyuna mərcan, mərcan demişəm, canımı qurban, qurban demişəm. Bəli, növbəti səfərimiz Xankəndində gerçəkləşdi. Xankəndi 1991-ci il dekabrın 26-sında erməni qəsbkarları tərəfindən işğal olunmuşdu. 2023-cü il oktyabrın 15-də Ali Baş Komandan İlham Əliyev Xankəndində Azərbaycan bayrağını qaldırdı. Qarabağımda Nəhayət, səfərə qoşulanların hər birinin həsrətlə gözlədiyi baş tacımız Şuşaya daxil olmaq qürur verici anları yaşatdı. Azərbaycanın musiqi beşiyi Şuşa 1992-ci il mayın 8-də işğal olunmuşdu. Azərbaycan ordusunun cəngavərləri, xüsusi təyinatlar məhz burada Şuşada düşmənin canına vəlvələ salmışdı. 5 ildir Cıdır düzündə beynəlxalq simpoziumlar, beynəlxalq musiqi festivalları, tədbirlər keçirilir. Bir daha bu kövrək ziyarəti təşkil edən Milli Məclisin deputatı Səbinə xanım Salmanovaya və Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığımızı bildiririk. Mən artıq 4-cü dəfədir Şuşadayam. Hər il gəldikdə Şuşamızı daha gözəl görürük. Burada aparılan abadlıq işləri, bərpa işləri, tikinti işləri çox intensiv gedir və bizim insan üçün, Azərbaycan vətəndaşı üçün daha gözəl şərait yaradılır. Və nəzərinizə çatdırmaq istərdik ki, bu səfərlə bağlı geniş reportaja Dünya Televiziyasının efirində gedən Üz-üzə proqramında baxa bilərsiniz.